Hər kəs salamlayıram. Dostlar, yenə də üzücü xəbər. Bu yaxınlarda bir xanım 31 yaşlı liposuksiyadan dünyasını dəyişdi. Düzdür, mən indi ona bəraət qazandırmıram. Allah rəhmət eləsin. Amma ki mən o kommentləri oxudum. İnanınız ki, özüm də təəccübləndim ki, yəni elə sözlər yazıblar, təhqir edici, cəhənnəmə ölüb, yaxşı olub. İnsan elə deməz axı. Yəni gör nə qədər yəni qəlbi daş olasan ki, bunu deyəsən. İndi özünü qoydu o kənara. Bunun indi yaxını var, qohumu var, qardaşı var, bacısı var. İndi ən azından bunlar görür də. İndi sabah da həyat elədir ki, insan bilmir öz başına və yaxud doğmalarının, əzizlərinin, övladlarının başına nə iş gəlir. Yenə də bir nümunəvi olaraq bir söz yazsaz, indi daha da yaxşı olar ki, yəni məsləhət görmürük və s. Amma elə sözlər olmaz ki, indi bir insan olaraq, bir vətəndaş olaraq, bir millət olaraq, yəni bu bizə yaraşmır. Təbii ki, indi bizim də indi düşmənlərimiz var, baxırlar, ən azından indi görürlər ki, belə bir mövzu var, belə bir pis rəylər var, təbii ki. O baxımdan dostlar, bunu qoyduq kənara. Əsas məsələ nədir burada ki, liposuksiya elədin, pəhrizə yəni fikir verməlisən. Liposuksiya eləmədin, yenə də pəhrizə fikir verməlisən. İndi burada məsələ var. Sən onsuz da liposuksiya eləyib, yəni pəhrizə fikir verəcəksənsə, ondan sonra elə 3-4 ay gec olsun, amma elə təbii yolla olsun da. Nə var ki burada? Bir daha söyləyirəm dostlar. Yəni nəfsimizin ucbatından, yəni bıçaq altına qurban getməyin. Yəni bu təbii ki, indi bəzən insan var eləyib, indi normaldır. İnsan da var eləyir, pis olur. O da ki, indi bir insan harca pulunu itirə bilər. Amma burada canı itirmək biraz çox təhlükəlidir. Yəni fikrim çatır. O baxımdan bir daha söyləyirəm ki, çalışın, yəni təbii yolla, yəni formada qalın. Hər kəsə uğurlar.